Bismillah, elhamdülillah və salatu və salamu alə rasulillah və ba'd. Dahi şairimiz Nizami Gəncəvi belə demişdir. Nə şəhvət, nə yuxu, nə də ki yemək. Həyatın mənası olmasın gərək. Yatmağı, yeməyi bu aləmdə sən, atda, öküzdə də görə bilərsən. Bu şeiri insan Allah Azze və Cəllənin kitabından Zariyat surəsi 56-cı ayəti oxuyanda daha yaxşı başa düşür. Allah Azze və Cəllə buyurur: Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və mə xalaqtul cinnə vəl insə illə liya'budun. Mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. Ancaq mənə ibadət etmək üçün yaratdım. İnsanın yaradılış qayəsi. Hər birimizin həyatında heç vaxt dəyişilməyən ən böyük həqiqət və ən önəmli zərurət. Bizi yoxdan yaradan Rəbbimizin qarşımıza qoyduğu dəyişilməz hədəf, qayə tövhiddir. Tövhid insanı qullara qulluqdan azad edir. Tövhid insanı yaradılmış və sonu olan, məhvə məhkum olan hər şeyə qulluqdan azad edir. Tövhid insanı yalnız Allaha bağlayır. Qorxu, ümid və sevgi bir mərkəzdə toplanır. Ən böyük cinayət olan şirkdən qorunmanın qalxanı olur. Bütün peyğəmbərlərin çağırışı, həmçinin Quranın məğzi, hədəfi həmişə bu olur. Allaha ibadət edin, ondan başqa ibadətə layiq haqq ilah yoxdur. Yəni, tövhid olur. Tövhid qəlbin azadlığıdır. Tövhid bütün varlığınla, həyatın hər anında Allaha həsr olmaqdır. Tövhid tamamilə Allaha yönəlməkdir. Tövhid sənin bilməyin gərəkən ən birinci fərzdir. Tövhid insanın Allah nəzdində dəyərli olmasının, həmçinin bütün ibadətlərinin qəbul olmasının səbəbidir. Çünki tövhid dinin əsli və təməlidir. Tövhid insanın yaradılış qayəsidir. Allah Azze və Cəllə haqqı ilə tövhidi dərk edib, haqqı ilə bu tövhidi yaşamağı bizlərə nəsib etsin. Allahumma amin. Subhanaka Allahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.